Salam yoldaşlar, vaxtınız xeyirli olsun. Sizə işləmimi göstərəcəm. Gördüyünüz kimi, baxın, mesela nöqtə atışı. Tamam uşaqlar, bax, mesela buradan görürsünüz, mesela fiyatlar burada gəlib cəmləmək istəyir. Mən də həmin bu aralığı gözləyirəm ki, artıq bu alana mesela üzərindən bir ədəd toxuntu var, tamam mı? Aşağı düşdükdən sonra aşağıdan da artıq bir dənə toxuntu var. Artıq burada fiyatlar stabilləşir və yenidən toxuntu versəydi, məsələn, mən buradan giriş edəcəydim. Gördüm ki, buranı götürmür və fiyatları cəmləməmiş aşağı düşmək istəyir. O yüzden də mən artıq bu aralardan sell-out girirəm ta ki bu diktasyona qədər. Tamam mı? Buradaki diktasyon fərqləri çoxdur. Çünki burada hem security price action var. Gördüyünüz kimi burada oxları çəkmişəm falan filan. Bu lig səviyyəsidir, keçmişin lig səviyyəsidir. Gəlir dönüş edir. Mesela buradan görürsünüz, qalxır dönüş edir bu aralığa və ondan sonra fiyatı artıb gedir. Tamam mı? İndi nəyi göstərəcəm sizə? Baxın, mesela görürsünüz bu aralıqları görürsünüz hamısını. Görürsünüz, baxın. Lig səviyyəsi artıq orada deyir, dönüş edir. Maksimum səviyyədə. Yəni ola bilər ki, fiyat bu aralığa gəlsin. Ayda bu nə deyir? Fiyat bu aralığa qədər gəlsin. Yenidən yenə dönüş yaşasın. Ta hansı alana qədər? Ta ki bu alana qədər. Tamam uşaqlar. Ta ki bax bu alana qədər düşüş yaşaya bilər, tamam mı? O yüzden də yəni buradan qalxıb da gedə bilər. Mənim artıq alanım bu alanaydı. Ta ki bura bizim ekvatorumuz gedir, tamam mı uşaqlar? Hansı ki bu xətt var, görürsünüz, bu xətt ekvator gedir. Hansı ki mənə lazım idi yuxarı horizontaldan aşağı ekvatora qədər. Yəni burada da maşallah qazancımızı götürdük. Gördüyünüz kimi bugünkü əməliyyatımız budur. Nəticəmiz budur. Belə yoldaşlar. Sağ olun, Allah'a emanet olun.